tərsinə qırxma. Ata-analar uşaqlarını qırxağa aparırlar, saçlarını qısatsınlar. Bunu onların gözəlliyi üçün yapırlar. Amma bilmirəm nədən uşaqlar qırxaq oturağında oturanda ağlayırlar. Bəlkə də bilmirlər saçın kəsilməsinin ağrısı yoxdur. O gün atam məni qırxağa apardı. Qırxıcıya tapşırdı, saçının qabağı uzun, arxası qısa olacaq. Qırxıcı mənə çox sevimlilik göstərdi. Məni oyuncaq atına bənzəyən bir oturaqda oturtdu. Yalnız mənim üçün at ilə oturaq bir idi. Elə ki, atın üstündə oturdum, gözlərimin yaşı ələndi. Atam kövrəldi. Oturduğu yerdə güldürücü sözlər deməyə başladı. Sonra isə elə işlər gördü ki, mən ağlamağı unudub birbaşa gülürdüm. Mən ancaq atama göz dikmişdim. Qırxıcı isə ancaq atama baxırdı. Başda deyildir ki, boynumun yerinə tellərimi qırxır. Atamın gülməcələri də bitdi, qırxıcının işi də. Sonra ikisi də mən yazığın başına baxıb üzüldülər. Üstündə oturduğum at oturağında bu işə gülməyi gəlirdi.